Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir. 124 AS xəbər verir ki, qlobal infaza danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bununla bağlı yaxın zamanlarda əlavə qərarların olması mümkün deyil. Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun. Amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablanma qaydası həcmi suallar yaradır. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçınılmazdır. İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradlar var. Uzun müddətdir müzakirələr getsə də nəticə yoxdur. Bu istiqamətdə əlavə qanunvericilik təşəbbüsləri olmalıdır.